Dəyərli dostlar, biz isə muğam müsabiqəmizi davam etdiririk. Növbəti iştirakçını qəbul etmək üçün biz bağlanırıq gözləmə otağına. Mümtaz, buyurun, söz sizdədir. Çox sağ olun Xədicə. Bəli, artıq azyaşlılar yekunlaşdı bugün olan azyaşlılarımız. Növbə gənc xanəndələrindir. Bir qədər sonra Rəna səhnəyə gələcək. Axşamınız xeyir olsun Rəna, necəsiz? Axşamınız xeyirli olsun. Mən də salamlayıram münsiflər heyətimizi, bizi izləyən bütün tamaşaçılarımızı. Çox sağ olun, yaxşıyam. Bugün orta mağır təsnifi ifadə edəcəm. Necə hazırlaşmışsınız Rəna həftəyə? Yaxşı ifadə, yaxşı hazırlaşmışam. Uğurlar arzulayırıq sizə. Buyurun səhnəyə. Ki əks ruhun sağərimdədir, ay ay. Kövsər zulalı, bade-i can pərvərimdədir. İskəndərəmmi, zülmətəy xızr olam rəvan. İskəndərəmmi, zülmətəy xızr olam rəvan. Abi həyat ləli ləbi Eydad, eydad, eydad Yârəm aley Yâdəm aley
əlif olayan kitabələri əzbərimdədir. Ol şəmi hüsnə yandığım axşamidən bəri pərvanələr gözü hamı xak istərimdədir. Korkutmaz zahida məni nar cəhimdən. Dəryayı rəhmətin başı əşki tərimdədir ayəman yar o qaşı zülfüqar vuran ey 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 o qaşı zülfüqar vuran zəhmi möhlikin Cibril təkənuz əsəri Cibril tək hənuz əsəri şəhbərimdədir ayəman yar Dildən məhaldır ki edən intiqamlı eşq Dildən məhaldır ki edən intiqamlı eşq Seyyid bu bir ərəzdir ki öz cövhərimdədir yar
məni candan usandırdı. Məni candan usandırdı. Ay cahandan yar usanmaz mı? Ay cahandan yar usanmaz mı? Felekler yağdı yâhimden. Felekler yağdı yâhimden. Ay muradım şerm yanmaz mı? Ay muradım şerm yanmaz mı? Habib hicrana yanar canım. Habib hicrana yanar canım. Ey peker kan çeşme güyer yanım. Ey peker kan çeşme güyer yanım. O yaradan hayal giyer kanıya. O yaradan hayal giyer kanıya. Ay kara o yanmaz mı? 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 Rəna Mehralıyeva öz ifasını təqdim etdi. Görək dəyərli münsiflər heyəti onun ifası haqqında nələr söyləyəcək. Nəzakət xanım, bəyəndiniz? Rəna, orta mahır üçün belə cəngavər bir səs lazımdır. Ondan əlavə başlayanda qırıq-qırıq nəfəslərlə eləyirsən. Uzadılmalıdır orta mahırın. Kamança kimi ifaçı öz səsini tənzimləməlidir. O ikinci ağızda zəngülələrin yarısını ixtisar elədim. Onları kim eləyəcəkdi bilmirəm. Bir də axırda pəncigah ayağı verdin, düşdün ora. Orta mahırın ayağı elə deyil. Yəni bu günlərinə, bugün sənə 8 verəcəm. 8 balla dəyərləndirdiniz. Görək İlqar müəllim nə söyləyəcək?
İndi o ifaçılıq incəliklərini ustadlarımız deyəcəklər. Qəzəli də belə ruhsuz oxudun və bilsən intonasiya, biz olur bəzən sözü dəyişirlər, indi o çox böyük qüsurdur. Amma intonasiyanı da izləyin, harda biraz yüksək tonla bax. Ən gözəl beytidir də Seyid Əzimin ki, ol qarşı zülfüqarı vuran zəxmə möhlikin, cəbri ili təkər nuz əsəri şəhbərimdədir. Yəni sənin zülfüqar qaşlarının vurduğu yaralar Cəbrail əleyhissalam kimi mənim qanadlarımdadır. Bir məşhur rəvayətə əsaslanır. Amma onu geri belə tələffüz eləyəsən ki, ol qarşı zülfüqarı vuran zəxmə möhlikin. Sən deyirsən, ol qarşı zülfüqarı vuran zəxmə möhlikin. Adam elə gəlir ki, zülfüqarın özünü vurublar. Yəni, xanəndələrimiz çox oxuyub bu qəzəli. Əvvəldə də xeyli yerlərdə intonasiya qüsurların var idi, bir-iki dənə şey qarışdırdım. Yəni, biraz qəzələ diqqətlə yanaş, bir də hiss eləməyə çalış da. Yəni, Füzulini oxudun təsnifdə, o da yenə elə belə tələs-tələslə keçdin üstündən. Biraz sözə münasibət ver, düzəlginən xahiş edirəm sən. 8 balla dəyərləndirdi və əslində qalsa bizim iştirakçılarımız bu fürsətdən yararlanmalıdırlar. Çünki belə dəyərli sənətkarların qarşısında çıxış etmir. Elə ən azı hər dəfə qəzəllə bağlı İlqar müəllimin özünə də müraciət edə bilərlər. Səkinə xanım, siz nə düşünürsünüz ifa ilə bağlı? Mən fikirləşirəm, orta mahur haqqında anlayışı çox azdır qızımızın. Bu muğamlar orta mahurdur, rastdır, qatardır. Bəli, oxşarlıq var, amma ayrı-ayrı muğamlardır. Bizim heç birimizin ixtiyarı yoxdur ki, biz hansısa bu muğamların içində digərlərin şöbələrini, ayaqlarını, boğazlarını eləyək. Bax, rastdan ayaqlar elədin, mahura aid olmayan. Bərdaşı başladın, orada qatar boğazları elədin. Yəni, bunlara fikir vermək lazımdır. Yəni, muğam ifaçısı olmaq istəyirsənsə, qızım, sən bunlara fikir verməlisən. Yəni, bütün bu muğamlar bir-birindən ayrılır, seçilir. Bunları bir-birinə oxşatmaq nə dərəcədə düzdür? Ona görə də mən bunun qəti əleyhinəyəm. Muğamlar düzgün oxunmalıdır və bizim bu müsabiqəmiz ona xidmət edir. Klasik muğam ifaçılığına. Çox doğru vurğuluyursunuz və 8 balla dəyərləndirdi. Yeri gəlmişkən, elə Səkinə xanım hər zaman söyləyir ki, mütləq xanəndələrimiz, yəni müsabiqədən sonra ümumiyyətlə bir çox digər xanəndələri də dinləmək lazımdır ifalarını. Hə, Mənsur müəllim? Təbii ki, biz bu ifasların hamısını çox istəyirik. Çünki bunları biz seçmişik. Neçə yüz uşaqların içindən seçmişik. Və istəyirik ki, bunlar düzgün oxusun və artıq 8-ci həftə qutarır. Siz, məsələn, bir neçə həftə oldu ki, 3 həftə biz çox uşaqların üstünə getmədik, çox səhvlərini demədik ki, adaptasiya olsunlar. Əlbəttə ki, başa düşürük, gəncdirlər. Amma artıq 8-ci həftə bitir, bilirsiniz. Biz bunların səhvlərini deməliyik ki, bunlar o səhvləri düzəlsinlər ki, gələcəkdə bu səhvə yol verməsinlər, əlbəttə. Hamısı bizim üçün əzizdir bu uşaqların. Təbii ki, mən təkrar eləmək istəmirəm. Əlbəttə, bugünkü qiyməti 8 balla dəyərləndirdiniz və əslində qalsa iştirakçılarımızın hamısı qalibdir. Çünki 200 iştirakçının arasından məhz onlar seçilib və bu mötəbər yarışmaya yer alıblar. Hər kəsə təbii ki, uğurlar və görək Mələk xanım nə söyləyəcək? Təbii ki, deyilən iradılar düzgündür, amma bu iştirakçılarımız bu muğamlara müraciət edirlər. Bunları hələ indi təbii ki, öyrənirlər. Bunların indi bu muğamlar onların səsində öz yolunu tapır, öz xarakterini tapır. Əlbəttə ki, bizim fikirlərimiz sabah da başqa bir sənətkarlarımızın fikirləri ilə bunlar öz yollarını tapacaqlar, bunları eşidib öz ifalarını düzəldəcəklər də, təbii ki, əlbəttə ki. Amma da biz deyə bilmərik ki, misal üçün, bunu sən belə oxudun, çünki hələ bunlar iştirakçıdırlar, hələ bunların irəlidədir, gələcəkləri irəlidədir. Amma mən deməzdim ki, Rəna da bu günləri heç də, sadəcə biraz Rəna, özünə biraz güvənd, sən biraz qorxub çəkilmə oxumaqdan, biraz o ruhunu ver oxumağına, biraz özünə güvənin azdır. Mən sənin qiymətini kəsməyəcəm. 9 balla dəyərləndirdi Mələk xanım. Vamiq müəllim görək nə deyəcək?
İrəna, həmişə dediyim kimi, əvvəla Rüstəm, təşəkkür edirəm o rənglərə görə. Birinci Əhməd Başkanın o rəngi idi, ikinci Bəhrəm Mansurovun. Qanun alətinə az yer verirsiniz, ona məcburdur çox çalmağa. Çox sağ olun. Hamımız gözəl, müşahiyyət çox gözəldir. Yəni, bu orta mahur çox çətin muğamdır. Spesifik onun elə bir ki, məsələn, istəyir tarda ifada, istəyir tar ifasında bu texniki muğam sayılır. Əvvəla, siz tarzənlər sizə təşəkkür edirəm ki, sən bir də Mirzim, tarda əlavə pərdə yoxdur. 22 pərdə ilə ifa edirsiniz. Sizə mən sağ ol deyirəm ki, o pərdələrdən qaçırsınız. Çox sağ olun. Bir alqışlayaq bizim musiqiçilərimizi. Təşəkkür edirik. Təşəkkür edirəm sizə. Əlavə pərdə yoxdur. Çünki 22, Qurban Pirimov 22 pərdədə çalıb. Hacı Məmmədov, Bəhrəm Mansurov 22 pərdə. Artıq pərdə lazım deyil. Sizə təşəkkür edirəm mən. Sənin bugünkü, deməli ki, orta mahur o vaxt yadınızda post-sovet məkanında bir qadın oxuyar, Nübubət Məmmədova. Eşitmişsiniz onu. Əhsən onu müşahidə edib, oxuyurdu. Oxuyurdu, yəni ki, düz oxuyurdu. Ona görə sənin bugün, vallahi, adın İrənadır. İrəna mənası da gözəl deməkdir. Ona görə sənin bugünkü qiymətin, mən... Siz rəqəmə baxsınız, rəqəm sizə baxdı və nəticədə 9 alındı. Təşəkkür edirik. Sərdar müəllim görək, nə söyləyəcək İrənanın ifası üçün? Vamik müəllim demişkən. Bilirsiniz, əvvəlki həftələrdə Rəna bizi sevindirmişdi, çünki çox yaxşı ifa edirdi. Bugün bir söz ona daha çox yaraşır, çox könülsüz oxudu. Çox könülsüz oxudu, elə belə də istədi bu ona ayrılan vaxt gəlsin, geçsin. Başqa bir tərəfdən də ifaçı ki, muğama girişmədi, muğamın içinə girmədi. Özü də ləzzət almaz və biz də ləzzət ala bilmirik. İkinci bir tərəfdən, əlbəttə biz ifaçılara çox minnətdarıq, amma həddindən artıq olmaz. 2 dəfə kanon çaldı, ay qızım. Bir dəfə eləmişdin, sənətini gördük, alqışladıq. İkinci dəfə gözdə uzun-uzun çalırsan maşallah. Tar çalır, kamança çalır. Ona görə sabah indi baxın, xanəndənin ifası instrumental ifalardan 3 dəfə azdır. Biz axı xanəndiyə qulaq asırıq, ona qiymət veririk. Və ona görə xanəndənin qiyməti də ifaçılara görə 3 dəfə azalmalıdır. Çox sağ olun, onun qiymətini. Amma ki, bunlar bir sözdür, amma doğrudan da ifavı bugün çox könülsüz, həvəssiz və qüsurların da çox idi. Mən də 8 göstərirəm. Və Sərdar müəllim də Rəna Mehralıyevanın ifasını 8 balla dəyərləndirdi. Görək, Rəna qızımızın balı nə qədər oldu? 58 baldır və Rənanı yola salırıq dostlarının yanına.